Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə biz 4-cü sinif kiçik summativ 5-in izahına baxırıq. Birinci testdə baxırıq, bizə şəkil verilib, şəkildə bizdən nə istəyir? Nə görürük? Bir oğlan görürük və ağaca dırmaşır. Burada düzgün cavabımız olacaq. He is climbing a tree. O ağaca dırmaşır. İkinci şəkilə baxırıq. What Annie is doing? Anne nə edir? Uşaqlar, biz bunu bilirik. Yellənçəkdə yellənir, yellənçəkdə yellənir. She is playing on the swing olur. Və üçüncü şəkilə baxırıq və uyğunlaşdırma istəyirik. Üçüncü şəkildə uyğunlaşdırma istəyirik. Bir dəqiqə. We are riding bikes. Aha. We are riding bikes deyə bizə bir cümlə veribdir. We are riding bikes. Biz velosiped sürürük. Ona görə B bəndi uyğun gəlir. Dördüncü şəkilə baxırıq. Dördüncü testə baxırıq. Dördüncü testdə deyir ki, we are playing on the swing. Biz yellənçəkdə oynayırıq. We are, biz məktəbdəyik, dənizdəyik, parkdayıq, yoxsa evdəyik. Təbii olaraq biz parkdayıq. C variantı uyğundur. Translating words sözləridir. Tərcümələ wash the car, maşını yu deyə tərcümə olunur. Take out the trash, zibilləri at deyə tərcümə olunur. 6-cı suala baxırıq. 10 ballıq bir sualdır. What are they doing? Onlar nə edirlər? Deyə tərcümə olunur. Onlar nə edirlər? Yazılacaq. 7-ci testdə make-up sentence-dir. Bu da 10 ballıq bir sualımızdır. Make-up sentence-də uşaqlar birinci cümlə qurarkən nəyə fikir veririk? Mütləq və mütləq birinci mübtədamız gəlir. Mübtədamız nə ola bilər? İnsan ola bilər və yaxud da ki, cansız və yaxud da ki, hər hansı bir heyvan ola bilər. We are-dan sonra uşaqlar continuous'dır. We are-dan sonra ing-li fiil gələcək. We are eating. Biz yeyirik. Baxın, burada bizim bir nahar sözümüz var, dinə. Bir də delicious sözümüz var, sifət. Biz təbii olaraq ismi təyin eləyər. Sifət ismi təyin elədiyi üçün we are eating a delicious dinner. We are eating a delicious dinner. Qoyacağıq cümlələrimizi. Washing the dishes, uşaqlar, washing the dishes birdə olacaq. Burada sadəcə olaraq çapına düşüb deyə PDF-də başqa olubdur. Məsəl üçün, snack-dir və bu snack 1-dir. Bunları mən rəhliyim ki, siz görəsiniz. The table 1-dir. Aha, the table 1-dir. Aha, uşaqlar, davam edirik. Aha. Deməli, burada nə edirik? Baxın, washing the dishes. Washing the dishes, bura uyğun gələcək. Uşaqlar, snack, nə olacaq? Making a snack, bu sonra snack sözü. Burada makingdən artiklına çəkəsiniz. Sadəcə olaraq burada dediyim kimi PDF-ə çevriləndə yəqin hərflərin yeri dəyişibdir. The table, setting the table. Bu cür uşaqlar çəkəcəyik. Setting the table, gördünüz? Z ilə table sözünü sarı işarələdim, ona aiddir. Eynən də snack sözünü mavi işarələdim. Bu da onlara aiddir birlikdə. Davam edirik uşaqlar 9-cu testlə. 9-cu testdə bizdə nə deyir? Uyğunlaşdıracağıq. Setting the table görürük ki, bu ikinci şəklə aiddir. Setting the table. Sonra uşaqlar baxırıq. Sweeping the floor. Üçüncü şəklə aiddir. Görürsünüz, döşəməni süpürür və feeding the pets heyvanları yedizdirir. Davam edirik 10-cu sual və 20 ballıq bir sualdır. Diqqət eləmək lazımdır uşaqlar. Deməli, Jane is her hair. Jane saçını neyə bilər? Jane saçını yuya bilər də. Yuya bilər. Ona görə washing. Birinci cümləyə olacaq washing sözünü yazasınız uşaqlar. İkinci cümlələri they are pets. Onlar heyvanlar neynirlər? Yedizdirirlər. İkinci cümlələri they are feeding pets. Üçüncü cümləyə my brother taking out, mənim qardaşım zibilləri atırmaya. My brother taking out the trash. Və dördüncü cümlədə uşaqlar mom is making a snack. Burada dördüncü cümlədə də making olunur.